Salam hörmətli izləyicilər, sizi Yeni Yasamaldan salamlayıram. Burada bir mənzil var, onu gəlmişik çəkməyə. Deməli, mənzilimiz Yeni Yasamalda yerləşir. Əhəd Əsədov küçəsi ilə, yəni 77 nömrəli marşrut dayanacağının son dayanacağı ilə bax bu küçənin kəsişmə. Bu küçənin də adı, bir dəqiqə mən sizə deyəcəm, Alatava 7 küçəsi. Yəni 77 nömrəli marşrut dayanacağının son dayanacağı. O 77 nömrəli marşrut da deməli düz buradan otursan düz gedir çıxır İçəri şəhər metro stansiyasına. Burada da 330 neçə 333 332 nömrəli deyəsən səhv eləmirəmsə məktəb var. Deməli binamız 16 mərtəbədir. Mənzilimiz də 12-ci mərtəbədədir. Bunun qabağıdır da, yəni ön hissəsi. Bakı deməli Sədrəyə gedən yoldur. Yarmırkaya gedən yol. Yəni Bakı Qazaxtırasına o yolda. Həyəti var, parkovkası, nə boyda istəyirsən məsələn, maşın saxlamağıza da nə qədər istəyirsən yeri var. Yeraltı parkovkası da var, dayanır. Burada da yəni əhatə tam binalardır. Bağça da var burada, bütün yaşayış obyektləri, Yekə Bravo market var. Qiymət də münasibdir. Sənədimiz də ki, Kuxsa çıxarışdır. Sənəd də ki, məndədir. Kuxsa çıxarışdır. Deməli, Kuxsada 125 kvadratdır. Amma müqavilədə 135 kvadrat oldu. Yəni müqavilə ilə çöldən çölə götürürlər. Getdikcə. Deməli, mənzilimizin ən böyük özəlliklərindən biri nədir? Yəni çəkiyorsa. Bax, pəncərələrdən də, balkondan da. Bax, bütün şəhər görsənir. Bax, ətrafı çək. Bax, telestudiya. Alov güllələr. Bütün də yəni bulvar da görsənir. Həm burada bu otaqdan görsənir, həm də balkonlardan görsənir. Mənzilimiz çəkirsən, çək. Deməli, mənzilimiz 3 otaqlıdır. 125 kvadrat çıxarışdadır. Çıxarışı da məndədir. 122 yarım. Amma müqavilədə, ondan qabaq müqavilə oldu. 135 kvadrat. O da çöldən çölə hesablanır. İçi 123 kvadrat. Deməli, bu otağımızın biridir. Yataq otağı. Yataq otağından görürsünüz, bütün şəhər görsənir. Yəni, axşam biz çəkmədik. Axşam görüntüsü də lap belə müsibət. Gəl bura. Deməli, bura xol hissəsidir, girişdir. Gəl birinci başlayaq, bax buradan, bu qapıdır. 2 dənə sürətli lifti var. Gəl bura. İki dənə sürətli lifti, Sigma lifti. Gəl. Sayğaçlar hamısı qoyulub, hamısı var. Evimizin qiymətini də deyim də sizə. 215 bin manat evimizin qiyməti. Sənədli evdir, gəl. 12-ci mərtəbə. Deməli, bura giriş hissəsidir. Balaca burada zibil zat var belə. Burada girən kimi, burada ayaq yolsudur, tualetidir yəni. Bura hamam otağıdır. Hamam otağı. Bura bayaq çəkdiyimiz həmən yataq otağıdır. Haradan ki, biz mənzərəyə baxdıq. Bura geniş ölçüdə qonaq otağıdır. Deyim də sizə, haradasa 40 kvadrata yaxındır bir dənə bu qonaq otağı. Pəncərələri hamısının varıdır, yəni hamısı işıq düşür. Bu qonaq otağından da balkona çıxışı var, yəni balkona da çıxacaq. Deməli, yataq otağına baxdıq, qonaq otağına baxdıq, sanuzellarına baxdıq. Baxaq, mətbəxinə. Mətbəximiz buradır. Mətbəx otağından da çölə çıxış var. Yaxşı yadıma düşdü. Mətbəxdən də. Buradan da bütün şəhər görsənir. Bu balkonu burada. Gəl indi bura. Uşaq yataq otağına. O uşaq yataq otağıdır. Buradan da mənzərə. O şurada bir sözlə. 1, 2, 3. Otaqların üçündən də şəhər görsənir. Bu binada mənzil var, düzdür. Amma hər mənzildə şəhərə belə panorama açılmır. Bir dənə buradan tutaq balkona, gəl bura. 215 min sənədli sübutdur. Maşallah. Nə bax. Kim alsa Allah xeyir versin. 070 858 31 44 nömrəsi ilə əlaqə saxlayın. Gəlin, baxın, alın, təmir eləyin, oturun içində. Metro, avtobus, məktəb, bağça, hər bir şey var. Bugünə bu qədər. Sağ olun, minnətlər.